93 nömrəli sualı Vasif izah edə bilərsən? Bəli. Deməli bu sualda ayrı-ayrı integral almalıyıq. Deməli olacaq burada integral pi bölünsün 2-dən pi, yəni pi sinus x dx. Modulda sinus x dx, bəli. Sonra çıxılsın integral pi bölünsün 2-dən piyə cosinus x dx. Bəli, cosinus x dx. Burada gördük ki, burada sinus x yəni modula veriblər. Deməli burada biz yəni birinci növbədə şahsını bunu yəni təyin etməliyik. Deməli bu düşəcək pi-dən pi bölü 2, yəni bu düşür deməli ikinci növbə. İkinci növbədə sinusun şahsi yəni olduğu kimi. Bəli, müsbət olduğuna görə. Bəli, ikinci növbədə sinus müsbət olduğuna görə olduğu kimi çıxacaq. Aha. Bəli, ona görə də sinus x-in integralı mənfi cosinus x olduğuna görə yəni bura birbaşa yazaq. Yaxşı, birbaşa çıxaraq. Bəli, sinus x deməli ikinci növbədə müsbət olduğuna görə moduldan müsbət olduğu kimi çıxacaq və sinus x-in birinci olduğu kimi yazaq. Bəlkə başa düşməyənlər olar. Pi böl 2-dən pi-yə qədər, deməli sinus x moduldan olduğu kimi çıxacaq. Dx minus digər integralı isə olduğu kimi saxlayırıq. Pi böl 2-dən pi-yə qədər cosinus x dx. Aha. İndi sinus x-in integralı nəyə bərabərdir? Mənfi cosinus x kimi çıxacaq. Bəli. Cosinus x pi bölünsün 2-dən pi-yə çıxılsın. Bu da elə sinus x olduğu kimi, yəni cosinus x-in integral sinus x deyə çıxacaq. Sinus x pi bölünsün 2-dən pi-yə. Bəli, pi böl 2-dən pi-yə qədər. Sonra aparaq yenə burası, yəni burada pi bölünsün 2-dən pi-ni olacaq. Mənfi cosinus pi çıxılsın cosinus pi bölünsün 2. Bəli, mənfi olduğu kimi qalır. Mötərizədə cosinus pi-dən çıxırıq cosinus pi böl 2-ni. Aha, cosinus pi böl 2-ni. Minus, sonra bir də bunu belə saxlayaq. Sonra sinus, bəli, sinus pi minus sinus pi böl 2. Pi böl 2. Bu da cosinus yəni hissəsində olacaq 1. Daha doğrusu mənfi 1. Mənfi 1-dən çıxarsan burada eləcək mənfi 1. O da eləcək mənfi olacaq, yəni müsbət 1. Bəli, düzdür. Sonra sinus pi-dən neçə alır? Sinus pi-də artıq yəni yenə də mənfi 1. Yəni mənfi 1-dən çıxarsan 1 eləcək mənfi. O da eləcək. Sinus pi-də neçə alır? Sinus pi-də yəni mənfi qalacaq. Bəli, mötərizənin əvvəlində mənfi olduğuna görə, düzdürmü? Sinus pi-də alır. Neçə alırdı sinus pi-də? 1 alır. 1 mi alır, 0 mı alır? Bəli. 0 sinus pi böl 2-də isə 1 alır. Düzdür? Düzdür. Müsbət 1. Bəli, minus mənfi 1 olacaq. Cavab müsbət 2. Əla.